Salam, göbələk dolmasını necə bişirərlər? Göbələyin başı ilə sapını bir-birindən ayırın. Hər birisini başqa qaba qoyun. Göbələklərin sapını doğrayın, daha xırdalamalısınız. Onları yağlı bir tavaya boşaldın. 2 yemək qaşığı doğranmış sarımsaq, yarım yemək qaşığı duz, biberdən də yarım yemək qaşığı. 7-8 dəqiqə orta şölədə istilik verib qızardın. Qızartdıqlarınızı başqa bir qaba boşaldın. 200 qram xama pəniri, suxarı pudru və parmizan pənirin hər birisindən fincanın 4dən 1 qədər, 2 yemək qaşığı cəfəri, duz və biberin hər birindən 1 çay qaşığı, mavaddımızı yaxşıcasına qatın. Sapı ayrılmış göbələk başlarının içini hazırladığınız mavadlarla doldurun. Göbələklərimizin başı yekə olmalıdır. Hər birisinin üstünə biraz da pənir rəndələyin. İstiliyi 350 dərəcəyə ayarlanmış ocağa 20 dəqiqə qoyun. Göbələk dolmamız hazırdır.